Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən Danışır təcrübə layihəsinin 11-ci görüşü baş tutub. Bu dəfəki qonaq Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə olub. O, insan potensialının qiymətləndirilməsi və dəyişikliklərə adaptasiya mövzusunda çıxış edib. İnsanın dəyişikliklərə uyğunlaşması və dəyişikliklərə uyğun öz inkişaf strategiyasını qurması çox vacibdir. Və bu informasiya cəmiyyətində o zaman ki məlumatlar hər tərəfdən gəlir və bu məlumatlar gələndə onların arasında düzgün ya da fake məlumatlar olur. Onların arasında hansısa bir məntiqi təhlil aparıb nəyisə götürmək, nəyisə götürməmək. Bax, bu keyfiyyətləri gənc insanlarda formalaşdırmaq çox çətindir. Amma lazımdır. Məleykə Abbaszadə müasir dövrdə insan potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində tətbiq olunan yanaşmalar və istedadın aşkarlanması mexanizmləri məsələlərinə də toxunub. Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.